Salam, axşamınız xeyir olsun, əziz 9-cu sinif şagirdləri və abituriyentlər. Bu günləri sizə 9-cu siniflər üçün təşkil olunmuş DİM tərəfindən keçirilmiş buraxılış imtahanının suallarını izah edəcəm. İlk 4 sual listening sualları olduğuna görə bu sualları keçirəm, amma istəsəniz audio forması mövcuddur. Və transkript forması da o cümlədən mövcuddur. Ə, Onları əldə edib özünüz sınaq kimi işləyə bilərsiniz. Mən isə 5-ci sualdan izah eləməyi keçirəm. Bilirsiniz ki, 5, 6, 7-ci suallarımız məktub xarakterli suallardır, bildiriş xarakterli suallardır və bunun içərisindən ya ümumi nəticəyə gəlməyimizi, sualların içərisindən ümumi nəticəyə gəlməyimizi və yaxud da hər hansı bir spesifik məqamın true, false, yəni doğru və yaxud da səhv olduğunu axtarmağımızı istəyir. Gəlin sualları oxuyub, ilk öncə oxuyub ümumi mənasını sizə çatdırandan sonra xüsusi olaraq bu mətni ümumi tərcümə eləmədən necə sualları düzgün, yəni cavaba getmək lazımdır, bunu izah edəcəm. Dear travelers, please remember to arrive at the airport at least 2 hours before your flight. Make sure you have your passports and tickets with you. Pack your luggage carefully and read the basic rules about what you can bring. Don't forget bring same food and water for your trip. Have a safe and enjoyable journey. Best regards, travel agency Bravo. Deməli, burada bir travel şirkətinin, bir səyahət şirkətinin öz səyahətçiləri üçün, öz müştəriləri üçün bildiriş xarakterli bir mesajını görürük. İndi gəlin variantlara baxaq ki, burada hansı düz, yəqin ki, böyük ehtimalla düzü səhvi istəyir. Elə düzü səhvi istəyir deyəsən, burada hansının düz, hansının səhv olduğunu izah edək. A variantında deyir ki, passengers will be provided with food and water by the agency. Deməli, burada will be provided. Birinci bilməliyik provide sözü nə deməkdir? Provide təchiz olunmaq deməkdir. Deyir ki, səyahətçilər yemək və su ilə şirkət tərəfindən təchiz olunacaqlar. Bəs orada şirkət tərəfindən təchiz olunacaq idilərsə, niyə bizə verib ki, don't forget to bring some food and water for your trip. Səyahətiniz üçün su və qida götürməyi unutmayın. Deməli, bu səhvdir. Təchiz olunsaydı su qida deməzdi, özlərinə tapşırmazdı. B variantında deyir ki, travel agency will prepare new rules about taking something to the flight. Baxın, yeni qayda deyil. Ümumi qaydaların xatırlatmaq üçündür. Yeni qayda olsa deyər ki, biz sizə bu yeni qaydanı təqdim edirik. Remember eləmək üçün. Nəyi remember eləmək üçün? Bagajınızdan əmin olun, pasportunuzu, biletinizi götürün. Nəyi götürüb, nəyi götürməmək lazımdır, onu deyir. Deməli, cavab B variantı da deyil. C variantında nə deyir? Passengers should be at the airport only an hour before the flight. Ümumiyyətlə biz bilirik ki, abituriyentlər bilir ki, only sözü çox çaşdırıcı sözdür. Çox incidir adamı. Only-nin ola bilər. Ən çox da biz bunu 11-lərin buraxılışında görürük ki, only-yə aid hər hansı bir yuxarıda həqiqətən only olacaq bir cümlə deyir, aşağıda deyir və abituriyent çaşır ki, bəs deyir only səhvdir. Only həmişə səhvdir? Yox, only 98% ehtimal səhvdir, amma 2% ehtimalı heç vaxt gözümüzdən qaçırtmamalı. İndi görək burada 98-dir, yoxsa 2% ehtimaldır. C-dir, passenger should be at least airport. Birinci cümlədə deyir, please remember to arrive the airport at least 2 hours before your flight. 2 hours deyir, only bana 1 saatdir, sadəcə 1 saat əvvəl. Biz 2 saat niyə desin ki, yuxarıda 2 dediyinə görə mən ilə yuxarı ilə götürməliyəm. D variantında deyir, agency ask passengers don't forget taking their passports and tickets. Pasportlarını və biletlərini götürməməyi, daha doğrusu unutmamağı tapşırır, götürməyi unutmamağınızı tapşırır. Bəli, deyirdi burada. Deyir ki, make sure, əmin olun ki, siz pasportlarınıza və tiketlərinizə maliksiniz. Yəni sizin üstünüzdədir. Deməli cavab D variantıdır. Mən düz olan düz göstərən bunu. Y variantında nə deyir? Y-də deyir ki, travelers are not allowed to take luggage with them. Deməli, səyahətçilərə icazə verilmir luggage götürməyə. Bəs luggage götürməyə icazə vermir, bagaj götürməyə icazə vermirsə,
pack your luggage carefully niyə desin ki, bagajım yoxdursa nəyi pack eləyəcəm, nəyi bağlama eləyəcəm mən. Ona görə də elə Y variantı da məncə amma ola bilməzdi. 6-da 6-da deməli yenə də oxuyaq. Dear teachers, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. If family members want to join picnic, they should pay half the price of the bus journey. Everyone should bring their lunch. Come and have fun together. Sincerely, Teachers Club. Burada burada nə deyir? Müəllimlərə, əziz müəllimlərə, məktəb Teacher Club tərəfindən bir məktubdur ki, biz piknik təşkil eləyəcəyik və görək burada hansı doğru, hansı true, hansı false informationdır, bunlara baxaq. A variantında deyir ki, mətnə qayıdacağım yenə. A variantında deyir ki, teachers will go to the picnic organized for them next weekend. Next deyir, next gələn deməkdir. Amma bu mənə nə deyir? This Saturday. Saturday weekend-deydi, amma weekend günüdür, amma həftə sonudur. Amma bu Saturday deyir. Gələn Saturday demədiyinə görə variant avtomatik çıxıram. B variantına baxıram. B-də deyir picnic will be held early in the morning at the weekend. Piknik held keçiriləcək də, yəni will be held keçiriləcək in the morning. Baxın, bizə saat 12 p.m. PM də bilirsiniz də, günorta düz 12 tamamı göstərir bu. 12 p.m. deyir. 12 tamam günorta vaxtına təsadüf edir. Morning deyil. Early heç deyil. Yuxularında görməyiblər ki, pikniki. Early dediyinə görə lap erkəndir. Saat 7-dir, 8-dir. Deməli, bu səhvdir. Mənim çıxmalarıma baxanda. C variantında deyir ki, family members are not allowed to bring their lunch for the picnic. Burada deyir, everyone should bring their lunch. Burada should, malı-məli də artıq gətirməlidir. Hər kəs gətirməlidir. Müəllimi də, ailə üzvü də gətirməlidir. Ona görə də C variantında səhvdir. D variantında nə deyir? D-də everyone attending picnic should pay half the price of their journey. Baxın, burada hər kəsdən söhbət gedirsə, bizdə nə deyirdi yuxarıda? If the family members want to join the picnic, they should pay half the price of the bus journey. Müəllimlərdən danışmır ki, family members, ailə üzvlərindən danışdığına görə D variantı səhvdir. Y variantına baxırıq. Y variantında teachers should take their lunch with them to the picnic. Müəllimlər öz lunchlarını özü ilə götürməlidir. Bəli, everyone deyirsə, bura müəllimlər də aid olduğuna görə Y variantı doğru variantdır. Y-də deyir. Burada deməli, bunu artıq oxumadan necə cavaba gedib çıxmalı olar, bunu izah eləyək. Axı, mən sizə demişdim, cavaba necə oxumadan da gedib çıxmaq olar, vaxtımıza necə qənaət eləmək olar. Amma yenə də siz oxuyun bir dəfə, tam mənanı başa düşməyə çalışın. Belə deyək, Kathleen sends Mary the home address of her cousin. Kathleen Mary'ə deyir, kuzeninin ev adresini göndərir. Görək, deyək Kathleen-dən cümlə başlayıbsa, məktubdur. Deyək Kathleen-dən başlayıb, mənim xitab elədiyim Kathleen-də danışan, yazan mənəm deyə, mən Mary'əm. Burada adımı yazıram, mən Mary'əm. Burada Mary sends Kathleen olsaydı tamamilə doğru variantdır. Amma belə əksi olduğuna görə variantı səhvdir. Variantında deyir ki, Mary asked Kathleen to come to her birthday party by her cousin's car. Baxın, ona deyir ki, öz əmisi uşağının, nə bilim, kuzeninin maşını ilə partiyə gəlməyi istəyir. Burada belə bir şey yazmayıb. Deyir ki, mən bu Friday adı günümdür. Bu mənim əmim oğlunun evində olacaq. Maşınını götürsən falan yoldan gəl. Bu birinci böyük evdir. Baxın, burada first big house deyir. Deməli, bu maşınla gəlməyi demir, ha. Mənim əmim uşağının evində olacaq. Deməli, partim ona görədir. Deməli, bir variantı da səhvdir. C variantına baxıram. Mary invites Kathleen to her birthday, which will be next Friday. Mary Kathleen-i öz ad günü partisinə dəvət edir. Gələn next deyir. Yenə də next deyir. Amma burada this Friday deyir. This Friday olduğuna görə mən bunu variant olaraq götürə bilmərəm. Çünki gələn yox, bu həftənin 5-ci günü olacaq. D-də deyir ki, Mary describes the way to her cousin's house to Kathleen. Bəli.
A variantının deməli başqa cür yəni dəyişdirilmiş formasıdır. Bəli, burada Mary deyir. Artıq Mary təsir elədiyinə görə D variantı düzdür. Baxın, deyir burada maşınla gəlsən, nə bilim, Forest Roaddan düz gəlirsən, hara dönürsən, bunu danışır. Y variantında deyir ki, the house of Mary's cousin is lost because on the left. It is the last because on the right. Birinci left right bilirsiniz ki left soldur. Lına yadımızda saxlayırdıq. Left sol, right isə sağda. First deyir. First birincidir, last axırıncıdır. Y variantı da mümkün deyil. Deməli doğru cavab D variantı olmuş oldu. Mətnə yəni biraz geniş mətndə oxumuram, amma oxumadan da cavabları tapmaq olarmı? Onu deməli baxaq bir yerdə. Təbii ki, lap oxumadan mümkün deyil. Ümumi oxuyub, yəni mənasını dərk eləyəndən sonra xüsusi bir, yəni kluzlar vasitəsilə ipuçları ilə biz cavablara gedə bilərik. Baxırıq, A variant 8-ci sualda deyir ki, tourist nöqtələr avoid using a boat because it is dangerous. Boat sözünü axtaraq görək. Nəticədə boat söz harda işlənib? Burada not given variantı olmadığına görə boat hardasa işlənir. Bunun düz və yaxud da səhv olduğunu axtarırıq. Boat işlənir burada. Aha, görürsünüz. Visitors should first use a helicopter, then a boat, and then they should go on foot. Bu cümlə, baxın, bu cümlədə visitors, səyahətçilər should first use a helicopter. Birinci helikopterdən istifadə etməlidir, sonra boatdan, ondan sonra isə piyada getməli olduğunu deyir. Deməli, sorry. Burada deməli, boat sözündən avoid eləyə bilmərəm. Mənim gedə biləcəyim yer helikopterlə, qayıqla gedilə biləcəyi bir yerdirsə, mən bunu heç vaxt ignore eləyə bilmərəm, avoid eləyə bilmərəm. Mən bundan boyun qaçırda bilmərəm. A variantı səhvdir. B variantına baxırıq. B variantında deyir, can visit the place without the help of the guide. Baxın, bu elə bir yer idi ki, buna dövlət, yəni nəzarət eləyirdi, governmentin nəzarəti var idi. Ona görə də mütləq şəkildə baxın, tourist can only baxaq, tourist can only visit Cano crystals with a guide. Qəşəng yerdir bu arada. Google'layarsınız, çox qəşəng yerdir. Yəni Cano bu yerə deməli, ancaq qaydın, yəni bələdçinin yol göstərməsi ilə gedə bilər, səyahət eləyə bilər. Ona görə də without yox, with olmalı idi. C variantına baxırıq. Damage the environment if they travel with a tour. Bəli, burada damage the environment if they travel with a turla geçsələr oranı damage edə bilər. Evet, ora belə bir yerdir ki, istəyir tur get, istəyir tək get, ora yəni damage oluna bilən yerdir. Çünki to protect the candy crystals from pollution and damage, not everyone can enter the area. Baxın, hər kəs girə bilməz. Tur, yəni necə deyim, tur ümumiyyətlə böyük bir topluluqda. Ora toplu getsən, lap çox dəmic eləyərsən. Nəinki tək getsən, yəni qaydın köməkliyi ilə. Deməli, cavab C variantında deyil. D variantına baxıram. Can visit the river by getting a special document. Olduğu kimi var olur. Tourists need a document from government allowing them to enter the area. Turistlərin ehtiyacı var bu dokumentə, bu sənədə hökumət tərəfindən. Həmin araya, həmin yerə girmək üçün icazə, yəni həmin yerə girmək üçün icazə sənədinə ehtiyaclar var. Deməli, cavab hansıdır? Cavab D variantıdır. Y variantında baxıram, are allowed to throw things in the area of the river. Təbii ki, bu throw tullamaq, atmaqdır. Nəyisə bu yerə, bu çaya atmaq olmaz. Yəni, xüsusi qoruqdur. Yəni, qorunaqlı bir yer olduğuna görə bu da səhvdir. Təbii ki, səhvdir. 9-cu sual. What makes Cana crystals famous? Famous məşhurdur. Nə eləyib bunları məşhur? Görək, məşhur olduğu haqqında. Harada verilib? Məşhur olduğu haqqında deməli, it's popular var. Famous sinonimi verdi. Niyə görə?
different colors. Colors sözdən görə burada o colorsla bağlı bir şey varmı? A number of lakes near the river. Deyir ki, bunun əslində qəşəng təbiəti vardı. Burada çoxlu dağlar, dərələr var. Amma o qədər çaylar var ki, ətrafında göllər də var, dağlar da var. Yəni ona görə də bu xüsusi bir məşhur qazanıb. B variantına baxın, Name of the River. Düzünü desəm araşdırmadım. Yəni bir Cənubi Amerika elə adıdır. Kolumbiyanın elə özünə məxsus bir xüsusi adıdır. Ona görə də xüsusi bir adı xüsusi addır zaten bu. Yəni onun adı da əsrarəngiz olmadığına görə, yəni bunun haqqında mətndə yoxdur. B variantı səhvdir. Nə idi? Colorslərinə görə fərqli idi. Məşhur eləyən onun rəngləridir. Bəli, different colors in the river. Çaydakı müxtəlif rənglər haqqında, daha doğrusu rənglər üçün bu fərqli idi. D variantında Road to Cana Crystal. Deməli yoldan da bir şey danış. Düzdür. Yola helikopterlə, botla gedirsən, haradısa bir işsiz yerə oxşuyur, amma yenə də yolu haqqında da bizə danışmamışdı. Baxın, yuxarıda verib popular with, aşağıda verib famous for. Deməli sinonimləri ilə getməli idi və cavaba çatırıq. Y variantına baxırıq. The number of guides coming to area. Bura gələn bələdçilərin sayı burada deyildi. Cavab Y variantı deyil. False statement istəyir. Diqqətli uşaqlar, true, false ayrıca qərar verilib, amma mən başa düşürəm imtahanda insan həyəcanlanır. İnsan o false-u true da görə bilər, true-nu false da görə bilər. Ona görə də tamamilə sakincə, tamamilə heç nəyi yəni beyninizə takmadan, heç nəyi fikirləşmədən oturursunuz, imtahan yazırsınız və təbii ki, bütün imtahanlar həyatımızın sonu deyil. Bu biraz sizə, yəni mən də deyirdilər ki, imtahan həyatın sonu deyil ki, əslində imtahan həqiqətən həyatın sonu deyil. Mərhələni keçdikcə digər imtahanlar gəlir və görürsən ki, yəni o imtahan, bu imtahan artıq yavaş-yavaş alışırsan, həyatın sonu olmadığını görürsən. Ona görə də sakin əsla heç nə sağlamlığımızdan önəmli deyil. False statement soruşur. False yəni səhv. A variantı travels need to go to the river on foot as well. Baxın, deməli, burada səyahətçilər riverə həmçinin yəni piyada getməyə olduğu haqqında deyir. Bəli, bu düzdür. Onlar həm helikopterlə, həm boatla, həm də on foot piyada getməlidirlər. Deməli, A variantı düz statementdir. A-nı saxlayıram. B variantında deyir ki, bax, burada yuxarıda son cümlədir. B variantındadır. Plants growing on the Cana crystals give it a red color. Bəli, bu verilmişdi. Birinci hissədə verilmişdi ki, burada yəni bir deməli bitkidir. It is red color comes from red plant growing on the river. Çayın altındakı yəni böyüyən bitki sayəsində burada qırmızı rəng əmələ gəlir. Deməli B variantıdır doğru variantı. C variantı da black stones and yellow sands don't affect the color of the river. Don't affect eləyirdi, don't affect eləyirdi. Baxın, burada yazılıb. It is different. Cana crystals is popular for its different colors. So the river is often called the river of five colors. Beş rəngin çayı və yaxud da liquid rainbow. Liquid də bir maye halında olan göy qurşağıdır. İndi görək. It include various colors. Müxtəlif rəngləri var. Like red, black, blue, green and yellow. Its red color comes from a red plant growing on the river. This color changes depending on sunlight. Günəş şüaları ilə dəyişir. Bunu diqqət edək. Burada bir sual onu ilə bağlı idi. As the colors come from black stones, green plants, blue one. Həsr eləməsəydi, bəs bu qara rəng, nə bilim, digər hansı rəngdir? Sarı rəngi niyə deyərdi ki? Deməli, onun içərisində bunlar var idi.
Yəni bunlar təsir eləyir onun rənglərinə. D variantında deyir, it is difficult to go to the river for the so, təbii ki, bir şeyə helikopterlə gedib satarsansa, qayıqla gedib satarsan, sonra da o yerə piyada getməli olarsansa, bu çətindir ora gedib çıxmaq. Həm də ki, oradan icazə almaq məsələsi də var idi. Orada dokument söhbəti var idi. Ona görə də deməli bu true statementdir. Y variantında da Kana crystals is protected from pollution and damage. Bəli, burada ikinci hissədə qorumaq üçün nə etməli lazım olduğunu bayaqlarda izah elədim. 11-ci suala bax. 11-ci sualda mətnin nə haqqında olduğunu. Ümumiyyətlə, DİM-in mətnlərin işləyən əziz 9-cu sinif şagirdləri, gördünüz ki, DİM-in mətnlərinin demək olar ki, hamısında bu suala rast gəlinirdi və bu suala rast gəlinəndə həmin o mətn nə haqqında ümumi danışsa, onun bir description-ı verilir. Adı olduğu kimi saxlamır. Ona bir describing for something, nəyisə describe eləmək üçün, nəyisə təsvir eləmək üçün cümlə verir və yaxud da söz birləşməsi verir. Mountains around Kana crystals. Bax, baxın, burada mountain, dağlar. Birinci cümlədə danışıb, onun yeri qəşəngdir, nədir. Bunda danışdı. Əsas dağlardan danışmadı ki, əsas rənglərdən və ora necə, nəsə, ümumi olaraq bu, deməli, çaydan danışırdı. B variantında red plant growing on the river. Bundan danışsaydı, deyərdi, bu belə vacibdir, nə bilim, bəlkə sağlamlıq üçün xeyridir, nə, belə danışardı. Deməli, B variantı da deyəcəm. C variantında booking tour Kana crystals. Bunun adını bəlkə də səhv oxuyuram. Baxaram, burada Kolumbiya dilindən baxaram, görüm necə bu pronansiya olunur. Aha, axır yenə də booking rezerv eləməkdir, bilirsiniz. Booking deyirsə, deməli tur rezerv eləmək. Bu çaya tur rezerv eləmək var idi, amma ümumi mətnim nə haqqındaydı? Çaya deməli tur rezerv eləməkdən var idi. Çayın altındakı rənglərdən danışdı. Ora necə gedib çıxmaqdan danışdı. Hamısı bir-biri ilə, hamısı çayla bağlıdır. Ona görə də D variantında deyir different lakes in Colombia. Lake-dən danışmırdı, bir dənə river-dan danışırdı. Bəli, cavab Y variantı. A unique river in Colombia. Kolumbiyada olan deməli əsrarengiz yeganə çaydan danışırdı. Baxın, görürsünüz, eyni ilə bu çayın özündə describe edib. Cavab Y variantı. 12-yə baxıb, burada da true statement altından xətt çəkməliyik təbii ki. Altından xətt çəkirik ki, birdə only guide can book a tour crystals. Sadəcə deyir, guide'lar tur eləyə bilər. Yox, yəni getmək səyahətçi eləməli idi, amma özü ilə qayda aparmalı idi. Belə deyirdi. Ona görə də bir səhvdir. 2-də deyir ki, the sun affects the color of the river. Bəli, buna elə dedim, bayaqları altından xətt çəkdik. Buna diqqət edin. This colors change depending on sunlight. Deməli, bu rənglər günəş işığından təsirlənib dəyişə bilirlər. Deməli, təsir eləyirsə, asılı olmaq, affect təsir eləmək. Bu düzgün statementdir. Üçdə deyir ki, location of the river includes mountains as well. Bəli, burada, baxın, görürsünüz, yerləşdiyi yerdən danışdı. There are a lot of mountains and lakes around the river. Çayın ətrafında çoxlu güllər sonra yox, dağlar və göllər var. Ona görə də üçü düzgün kimi götürürəm. 4-ə baxıram. 4-də helicopter is the last vehicle to use when you visit the river. Last yox, elə ən vaciblərindən biri helikopterdir. Başqa maşınla getmək olmur, at arabası ilə getmək olmur. Helikopterlə gedə bilərsiniz. Növbəti suala baxırıq. Burada passive case-dən istifadə olunur. Deməli, gönül istərdi ki, sizə passive case-in burada izahını tam olaraq verim. Amma vaxtım, yəni buna çatmayacaq, ekran görüntüsüdür deyə. Mən sizə bunun ümumi olaraq məlumat verim. Yəni, bunun üzərində olaraq məlumat verim. Baxın, uşaqlar, əgər siz cümlədə apostrof S-i cümlənin sonunda tək görürsünüzsə, gözünüzdən çıxartmayın ki, bu deməli, yəli hal deyil. Bu yəli hal ola bilər. Bəzən elə sözlər var ki,
Məsələn, bu cümləni bir dənə tərcümə edeyim. I left my dog at Diana's. Diana gildə deməkdir. Mən öz itimi Diana gildə qoydum, gəldim. Deməli, bu Diana gil kimdir? Bunların evlərindən, Diana'nın evindən. Ev sözü artıq mənə təxmin edilə bilən olduğuna görə, artıq mənə aydındır ki, bu evdən danışır. Ona görə mən cümlədə ixtisar eləyə bilərəm ev sözünü. Ona görə də bir səhvdir. İkiyə baxıram. My neighbor's door is painted is green. Baxıram. Neighbor isi, or isi. Xəbər zaten uzlaşıb, amma məndən yenə passive case xəbərin uzlaşmağına baxıram. Neighbor-la deməli apostrof s qoyub, heç bir problemim yoxdur iki çəkimi də. Üçə baxıram. This little boy's hand is broken. Baxın, bu this bir dənə olan isimdən istifadə olunur. This boy olar. This girl ola bilər. Amma qısa i ilə tələffüz olunan this var ha. O deməli cəm isimlərlə istifadə olunur. Əgər mən bir ismə apostrofu təkrar atmışam, yəni bizim bu bildiyimiz s apostrof söhbətdirsə, deməli bu cəm isimdir. This isə istifadə olunur tək isimlə. Burada da yanlışlıq var. Bir də var ki, bu oğlanlardırsa əl nədir? Oğlanların bir əli ola bilməsi, oğlanlar hərəsinin özünün əli olur. Ən azından bir insanın iki əli var. Hand isə ümumiyyətlə tək deməkdir. Yəni bir əldən söhbət gedir. Ona görə də 3 səhvdir. 4-də isə biri götürmüşdüm. 4-də isə old man's. Uşaqlar, mən sözü men olaraq cəmlənir və apostrof s artırılır. Bu hal heç mümkün deyil. Yəni bu 4-cü siniflərin qaydasıdır. Yadınızdan çıxartmayın. Men apostrof s bu qaydanı sözlər varımızdır. Men, mən, men, woman, women. Yəni artıq çiğnənmiş qaydalarda belə yanlış anlaşılmasın. Yəni demək olar ki, uşaqların bu sualda səhv eləyəcəyinə inanmıram. Cavab 1, 2 cavabıdır. Aha, 14-cü sual. 14-cü sualda hazırlaşan abituriyent üçün 9-cu sinif şagirdi üçün çox asan bir sualdır. Əgər cümləmdə məndən iki tərəfi də bağlayıcı istəyirsə, bilməliyəm ki, mənim naizə bağlayıcım yoxdur. Bosfor deyə bağlayıcım yoxdur. Ayzanot deyə bağlayıcım yoxdur. Naizə and deyə bağlayıcım yoxdur. Mənim bir dəqiqə PDF açım. Uşaqların qaydası da keçər bura. Deməli, mənim naizə Nordiya naizə bu hardadır? Hə. Naizə Nordiya bir bağlayıcım var. Ayzə Orduya bir bağlayıcım var. Boz and deyə bir bağlayıcım var. Yəni variantlarda gördüyünüz Ayzə Nor, Boz Or, nə bilim, Naizə and belə şeylər mümkündür. Bir dənə də bağlayıcım var. Not only but also. Bunu da yazaq. Mən bundan xoşum gəlir. Bunu da yazaq. Yəni dediyim kimi qaydalar belədir. Bunları bir-biri ilə mix eləmək mümkün deyil. Ona görə də variantımız hansı qaldı? Variantımız C variantı. Naizən nor olmuş oldu. 15-ci sual baxaq. Passive voice. Passive voice-da ilk öncə diqqət eləməliyik. Biz tapmalıyıq cümləni. Objektini, yəni tamamlığını tapırıq. Objekti tapdıqdan sonra biraz rahatlaşdıq. Objekti tapandan sonra nəyə diqqət eləməliyik? Mənim cümləm hansı zamandadır? Bilirik ki, idi şəkilçisi keçmiş sadə zaman şəkilçisidir. Buna görə də bilirəm ki, last month-a görə də zaten keçmiş sadədir. Bildim ki, bu keçmiş sadədə olmalıdır. Keçmiş sadədə də necə idi? Keçmiş sadədə əgər cümləm keçmiş sadədirsə, passive voice-da objekti qoydum mübtədanın yerinə, subjectin yerinə, üstə gəlinsin. Objekti mübtədanın yerinə qoydum, üstə gəlsin to be-nin forması. To be-nin forması keçmiş zamanda, yəni keçmiş sadə zamanda nə idi? To be-nin forması belə yazaq. Was, bir də were idi.
Yəni burada ya was ya da were. Yəni obyektimin təşkilindən, cəmliyindən fərqli olaraq böləcəm, ayıracam və üstə gəlinsin. Verb 3 forma. Yəni üçüncü qrup feillər aiddir. Üçüncü feillər aiddir və sonra təbii ki, mübtədamı gətirib ora yamaya bilərəm by vasitəsilə, istəsəm də lap azad buraxıram, onunla işim qurtarır, sonra zərfi falan digərlərini yerinə qoyuram. İndi gələk həmin qaydaya baxaq. Da deyir ki, birthday party. Yəni ad günü partisi mənim cümləmin objektidir, yəni tamamlığıdır. I organized a birthday party last month. Keçən ay mən birthday partisi organize eləmişəm. İndi deməliyəm ki, birthday party organized olunub, yəni hazırlanıb keçən ay. Cümləm başlamalıdır mütləq birthday party ilə. B variantı gedir. D variantı da o cümlədən gedir. A, C, Y variantı arasında qalır. A, C, Y variantı arasında qalanda Y variantında gözümə bir şey dəymir. Bəs to be-nin forması yoxdur. Bəs voice-də mütləq to be formasından istifadə olunmalıdır. Y gedir. A-la C. Demişdik ki, last month-dır, keçmiş sadədir. Keçmiş sadədə bu izində iş var ki, A variantı. A variantı C kimidir. 16-cı suala baxıram. 16-cı sualda əgər sözlərin mənasını görürəmsə, bir dənə burada xoş mənalı söz var, lucky sözü var. Luckydən bir ümidliyəm, bir uğurlu, şanslı deməkdir. Ona görə də lucky-ni saxlayıram. Amma yenə də bir cümləni tərcümə eləməyə başlayaq. I was nöqtələr and happy during the flight because my seat was a window seat. Deməli, mən çox xoşbəxtəm uçuş boyunca. Çünki mənim oturacağım şüşə yanı oturacaqdı da. Buna görə A variantı angry. Mən hırslı olaram. Hırslı və xoşbəxt. Ümumiyyətlə yan-yana gəlmirlər. Bored deməli tükənmiş, yorulmuş deməkdir. Niyə tükənmiş, yorulmuş olum ki, B variantı da happy ilə düz gəlmirlər. C variantı əfsiz, kədərli. Mən kədərli və xoşbəxtəm. Yəni Hamlet yazmırıq ki, burada C variantı da səhvdir. D variantı useless, istifadəsiz. İstifadəsiz niyə xoşbəxt olum ki, mən pəncərə yanı oturacaqda. Mən lucky and happy. Mən şanslı, uğurluyam və xoşbəxtəm. Cavab Y variantı. Heç bu sualı görsəz ki, 4-ü 5 dənədən 4-ü neqativdir, müsbət olanı. Müsbətdir 4-ü neqativ olanı. Belə. Bu cür həll olunur testlər. 17-ci sualda amma sözlərin mənasını bilmək lazımdır. Bunun üçün nə etmək lazımdır? Müəllimin verdiyi sinonim, antonim lüğətini, definition lüğətini öyrənmək lazımdır. Baxıram disturb sözünə. Disturb deməli narahat etmək, notice nəzarət eləmək bu cümlə. Attend isə iştirak eləmək. Variantında deyir to see or pay attention to somebody or something. Nəzər yetirmək, nəzarət eləmək. Uyğun gəlir. Notice-də see, pay attention uyğun gəlir. Hələ baxaq. To be present at the event. Bəli, attend iştirak eləməkdir. To be present isə hardasa bir eventdə olmaq, mövcud olmaq. Deməli, 3-ə getdi B. To stop somebody doing something. For example, thinking, working, sleeping. Kimsə mane olmaq, annoy eləmək, düşünməyə, işləməyə, yatmağa qoymamaq. Bu disturb, narahatlıq yaratmaqdır. Məsələn, bizim telefonlarımızda da don't disturb rejimi var. Yəni, narahat etmə rejimi var ki, zəng gələndə və yaxud da nəsə bizi narahat eləməsin. Burada da qaldı A variantı. C, A, B hansı variantdır? B variantıdır. Cavab B. 18-ə baxıram. 18-də close meaning mənalı sözləri tapmalıyam. Bunlar sözlər çətin sözlər deyil, amma 9-lar desə ki, çətindir. Mən razılaşaram. Heç bir yəni konfliktə girmək istəmirəm. A variantında tired, yorğun, exhausted onun deməli Deməli, harda qalmışdıq? Tired and exhausted sözləri. Tired yorğundur, exhausted onun daha deməli çox formasıdır da, yəni daha çox yorğun, daha yıpranmış deməkdir. B variantda spoil, close meaning deyirsə sinonimin tapmalısınız bu arada. Spoil yəni məhv olmuş, dağıdılmış bir şeydir. Clear isə aydın, təmiz olan bir şeydir. B variantı yəni antonim
belə getməzlər. B variantı səhvdir. C-də deyək, C-də repair, destroy. Repair təmir etməkdir, ment sözü ilə sinonimdir. Destroy isə sorry. Aha, destroy isə deməli dağıtmaqdır. Bunlar antonimdir, yəni sinonim getmirlər. D variantına baxıram. Tell count. Tell demək söyləmək, count isə hesablamaqdır. D variantı da deməli close meaning deyil. Y variantına baxıram. Strange qəribədir, ordinary isə adi, yəni sıradan bir şeydir. Deməli cavab A variantı olmuş oldu. 19-da you will enter the university if nöqtə. Əslində bu bizim deməli, first conditionalımızdır. First conditionalda nə deyir? Sən filan şey eləsən, nə bilim, filan şey olacaq. Deməli, cümlədə əgər will enter varsa, bilmirəm ki, ümumiyyətlə if varsa, cümlədə bunu əvvəlcədən deyim. Cümlədə if varsa, mən burada sadə zaman götürməliyəm. Will falan bunları yığışdırmalıyam. İkinci tərəf cümlədir. Cümlədirsə buna normal bir xəbər lazımdır. Static nədir? Kompleks, daha doğrusu, deməli, participle one-dır və yaxud da gerund ola bilər. Yəni, bu xəbər deyil. Ona görə D variantını çıxıram. İkinci tərəf sadə olmalıdır. B variantını çıxıram. Deməli, birinci tərəf will enter-dir. Daxil olacaq. Bunu ilə uzlaşan zaman forması da keçmiş saatdə uzlaşmır. Həstə edilmiş bitmişdir. Gələcəklə uzlaşmır. Cavab A variantı olmuş oldu. Ümumiyyətlə burada birinci tərəf gələcək saatdə, ikinci tərəf indiki saatdə zaman olmuş olur. 20-ciyə baxıram. Baxın, ofdan əvvəllə uzlaşdırmalıyam. Baxmayın ki, xəbərə ən yaxın bu hissədir. Mənim cümləm ofdan əvvəldir. Karandaşların qutusu deyir. Deməli, bir dənə qutudan söhbət gedirsə, nə deməli, ver ola bilməz, nə də ar ola bilməz. Çünki bunlar cəmdədir. Ya olacaq was, ya da olacaq were. 21-ci sual. 21-ci sualda niyə diqqət eləməliyəm? Weekend sözü at weekenddir. Amma ondan əvvəl A variantına baxın. Between iki əşya və şəxsdir. Burada bir dənə əşya olduğuna görə between yox. Deməli, başqa şey qoyacağım. İndi görək nə qoyacağıq. The shop which is nöqtələr house is closed nöqtələr at weekend ifadəsi var. Bilməliyəm ki, at qoyacağım. D variantını çıxdım. Y variantını çıxdım. C variantını çıxdım. Əslində cavabım qaldı next to və at. The shop which is next to house, evə yaxın olan mağaza is closed, bağlandı. Həftə sonları bağlanılır. Deməli, cavab B variantı olmuş olacaq. 22-ci suala baxıram. Deməli, one of-un xəbəri, daha doğrusu one of deyirsə, dünyada nəsə bir şeydir. Yox, sonra burada başqa şey danışacaq idim. Oldest sözü var. Oldest, deməli, yəni bizə üstünlük dərəcəsidir. Üstünlük dərəcəsinin də qarşısında həmişə və həmişə Z artikli işlənir. Elə hamısının çıxdı, cavab qaldı. Bu qədər saat. Sadəcə bilməliyik ki, üstünlük dərəcəsinin qarşısında Z artikli işlənmiş olur. Regular verbs, yəni qaydalı feillər istəyir. Uşaqlar, qaydalı feillər idi artırılaraq düzəlir. Build-də idi yox, build olur. Ona görə də olur. Qaydalı deyil. C-də forget, forgot olur. Ona görə də qaydalı deyil. B variantına çıxıram. C-də set, dik. Ona görə də deməli, C variantında çıxdı. Qaydalı deyil. Sorry. D variantına baxıram. Sent deyə deməli, sent deyə şey olur. Nə deyək? Dəyişir. Keçmişdə participle 3 formasında bu cümlə olduğuna görə D variantı da deyil. Səliqəsiz elədim, qoyun bunu düzəldim mən. Deməli, ona görə də D variantı da deyil. C variantı da deyildi, B deyil, A variantı da deyil. Cavab Y variantı. Cover it, sneeze, introduce. Cavab Y variantı olmuş olur.
24-cü sual bax. 24-cü sualda sualların mənasını bilməliyik. Crowded kütləvi, yəni hər hansı bir şeyin çoxlu formasıdır. Mild yumşaq, ordinary isə adi və ya sadə mənası da var. Not unusual or different in any way. Yəni unusual adi olmayan, amma not unusual deyil, adi olmayanla not birləşir, adi mənasına gəlir. Fərqli olmayan, adi olmayan deyil, yəni adidir, sadədir, deməli cavab birinci A. Having a lot of people or too many people, bəli, kütlə mənasında crowded istifadə olunur insanın olmağı. Not strong, yəni möhkəm olmayan, yəni yumşaq olan, kövrək olan C variantı. 25-də nöqtələr from var. Əgər mən cümləmdə fromla bitirsə, sual cümləm fromla bitirsə, mən burada when qoya bilərəm. Digərləri when from istifadə olunur. Nə zaman, nə bilim, bu düz gəlmir. Yəni fromla ya who, ya what, ya da where istifadə olunur. Mənim də burada what'um var, when var, sorry. Why da var from istifadə olunmur. When did they get this unusual paintings from? Onlar bu qeyri-adi əsəri hardan gətiriblər və yaxud da kimdən gətiriblər? Cavab deməli 3, 4 olacaq. Yazaq 3, 4. Okay. Və uşaqlar, deməli, ümidvaram ki, izahları tam olaraq başa düşdünüz. Bu tapşırıq üçün də həqiqətən yazmaq istəyirəm, amma vaxt imkan vermir. İzahlar aydın oldusa xahiş edirəm bəyənməyi, abunə olmağı unutmayın. Təşəkkür edirəm. Sağ olun.